Brian Tracy öz məşhur O Qurbağanı Ye və Maksimum Nailiyyət kitablarında belə bir beyin fırtınası texnikasını təsvir edir. Ən pis ssenarini düşünmək. Bu beyin fırtınasını mən özüm də problemlərlə qarşılaşanda tətbiq edirəm və qorxunun üzərinə getməkdə faydalı olduğunu düşünürəm. Əvvəlcədən qeyd edim ki, bu psixoloq məsləhəti deyil. Qorxularınız çox böyükdürsə və onları düşünmək belə istəmirsinizsə, terapiyaya getməyiniz daha yaxşı seçim olardı. Beləliklə, tutaq ki, tələbəsiniz və verməli olduğunuz imtahan barədə qorxularınız var. Kağız və qələm götürün və ya bunu telefonda yaxud kompüterdə də yaza bilərsiniz. Başlıqda yazırsınız, bu vəziyyətdə ən pis nə baş verə bilər? Sonra ağlınıza gələn minimum 20 cavabı yazırsınız. Məsələn, kəsilərəm, 3 alaram, imtahanda ürəyim gedər, imtahan günü xəstələnərəm, bildiklərimi unudaram, imtahana gecikərəm və s. Cavabları yazma prosesində bir yerdən sonra ağlınıza heç nə gəlməyə bilər. Bu normaldır. Dayanmayın, davam edin. Mükəmməl olmağa çalışmayın. Burada pis, yaxşı, düzgün, səhv, az və ya çox əhəmiyyətli cavablar yoxdur. Ağlınıza gələn ən məntiqsiz, az ehtimallı cavabları belə yazın. Sonra bu cavablardan absurd olanlarını çıxın. İndi isə özünüzə sual verin. Bunlardan hansı baş versə mənim üçün ən pis nəticə olar? Yəni əslində sizi ən çox qorxudan nədir? Tutaq ki, bu imtahandan kəsilməkdir. Bunun qarşısını almaq üçün hərəkət planı hazırlayıb kiçik də olsa bu istiqamətdə addımlar atın. Və ya siyahıdakı ayrı-ayrı qorxuların hər birinin reallaşacağı halda nə edəcəyinizin planını da qura bilərsiniz. Bu beyninizə belə bir mesaj verir, mən hazırlıqlıyam. Və maraqlısı odur ki, qorxu xeyli azalır. Həmçinin bu ən pis ssenarini düşünmə metodunu müxtəlif zaman çərçivələri üçün də tətbiq edə bilərsiniz. Məsələn, bu il ən pis nə baş verə bilər? Bu ay ən pis nə baş verə bilər? Bu həftə ən pis nə baş verə bilər? Və s.